Siyavuş Novruzov, Səyyad Aran kimi nə qədər ki millət vəkillərimiz var, bizim komediyxanaya baxmağa ehtiyacımız yoxdur. Sizə məsləhət görərəm ki, girin YouTube-da bu insanların çıxışlarına baxın. Çox gözəl, ürəyiniz açılacaq deyib güləcəksiniz. Ay oğlum, sən məni qoyub hara gedirsən? Sən mənim borcumu ödəməmiş hara gedirsən? Belə təbliğat olunsun və bunu birbaşa rəsmi şəkildə də deyilsin və desin ki, vətən sənə halallıq vermir. Səyyad Arana qısaca demək istəyirəm ki, bax sizin kimi millət vəkilləri olduqlarına görə, sizin kimi nazirlər, sizin kimi dövləti idarə edən insanlar olduğuna görə Azərbaycan vətəndaşları ölkəni tərk edib başqa digər ölkələrdə yaşamağa məcburdular. Çünki Azərbaycanda insan hüquqları qorunmur, insan azadlığı yoxdur, azad fikir yoxdur, danışan hər kəsi tutub basırlar içəri və ən əsaslı Azərbaycanda haqq ədalət yoxdur. Buna görə tərk edirlər Səyyad Aran. Adamlardan biri yaxınlaşdı ki, Heydər Əliyev, bu her şeyin ölçüsü var. Mesela ışık amperle ne bileyim ölçülür, su vedrənin ölçülür, o litrlə də, o birisi kilo ilə ölçülür, tonla ölçülür. Və bu sədaqətin, ne bileyim vəfalığın da ölçüsü varmı? Özü sədaqəsiz bir adamdır. Dedi var. Dedi nədir? Dedi o zamandır. Onların nə diksiyası var, nə məntiqi var, nə savadı var, nə bir danışıq qabiliyyəti var. Bu insanları ümumiyyətlə niyə orada otuzdurublar? Niyə kim səs verib bunlara? Hansı millət səs verib bunları seçib orada otuzdurub? Hələ də müəmmalı şəkildə qalıb bizə. Hələ arsız-arsız çıxırlar, televiziyada danışırlar.